Belə cinayəti yalnız filmlərdə və dedektiv romanlarda görə bilərsiniz. Cinayət və cinayətdən sonra qatilin davranışları ən yaxşı halda yaradıcı bir adamın, yaradıcı bir müəllifin yazdıqları ola bilər. Bu dəfə yazan müəllif olmasa da həyata keçirən müəllif idi, yaradıcı şəxs idi. O həm rəssam idi, həm də musiqi ifaçısı. Əsl sənəti isə, yəni pul qazandığı sənəti isə bərbərliyi idi. Beləliklə dəhşətli bir tarixçəsi olan qətli təqdim edirik. 19 noyabr 2017-ci ildə Beyləqanda polis şöbəsinə 1998-ci ildə anadan olmuş Beyləqan şəhər sakini Məmmədov Kərimin itkin düşməsi ilə bağlı məlumat daxil olur. Kərim Məmmədov uşaq yaşlarından epilepsiya xəstəsi olub, bir neçə dəfə rayon mərkəzi xəstəxanasında ambulator müalicə olub, onda həm də psixi sarsıntılar olduğundan uşaq vaxtından məktəbə də getməyib. Siz Kərim Məmmədovu unutmayın, onun dəhşətli sonuna az sonra aydınlıq gətirəcəyik. Hələ ki, Kərimin itkin düşməsindən 4 ay sonra baş verən daha bir cinayətə diqqət edək. Çünki bu cinayətlər arasında dəhşətli bir bağ var. 4 ay sonra itkin düşmüş Kərim Məmmədov tapılmamış Beyləqanda daha bir hadisə baş verir. Beyləqan şəhərində yaşayan Kamilə Mədətovanın qonşusu onun bacısına zəng edərək Kamilənin zənglərə cavab vermədiyini deyir. Özü də bir neçə dəfə Kamiləni yığır, ancaq telefona heç kəs cavab vermir. Bundan sonra ərini bacısının yaşadığı evə göndərir. Məlum olur ki, Kamilənin evində işıq yanır, televizorun səsi gəlir, ancaq həyət qapısı bağlıdır. Bundan sonra polis çağırılır və vəhşiliklə öldürülmüş qadının meyidi tapılır. Meyit müayinə olunmaq üçün morqa göndərilir. Məhkəmə tibb ekspertizasının dəhşətli rəyini təqdim edirik. Kamiləyə 26 bıçaq zərbəsi vuraraq onu amansızlıqla öldürmüşdülər. Ekspertiza onu da təyin edir ki, mərhum əvvəlcə arxası qatilə tərəf olur, sonra isə yarım oturaq vəziyyətdə olmaqla qatillə üzbəüz durur. Meyit hadisə törədiləndən təxminən 30 saat sonra tapılıb. Mədətova Kamilə ərini erkən itirdiyindən övladını tək böyüdüb. Hadisə baş verdiyi zaman övladı Firidun Mədətov hərbi xidmətdə olub. Ailə başçısını tez itirdiyindən və məcburi köçkün olduğundan onlara müavinət verilib. Amma daim ehtiyac içində yaşadıqlarından hərbi xidmətdən məzuniyyətə, yəni məcburi məzuniyyətə gəlmiş oğlu və qohumları Kamilənin tamah məqsədi ilə öldürülməsinə inanmır. Bu yüzdən istintaq Kamilənin müəyyən münasibətdə ola biləcəyi şəxslər üzərində davam edir. Beləliklə Kamilənin son günlər görüşdüyü şəxslər istintaqa çağırılır. 2018-ci il aprelin 3-də, yəni Kamilənin öldürüldüyündən bir gün əvvəl Kamilə ilə görüşən şəxslərdən biri də bərbər işləyən Rövşən Nəsirovdur. O, 1990-cı ildə Beyləqan şəhərində dünyaya gəlib. Lakin Rövşənin həyat tərzi bu cinayəti törədəcək bir potensial vəd eləmir. Çünki o həm də rəssamdır, eyni zamanda musiqi istedadı da var. Sintezatorda və digər musiqi alətlərində bəzən peşəkar ifalar belə edir. İlk baxışdan Rövşən kimdəsə şübhə oyatmasa da, dindirilmə zamanı müəyyən bir faktlar üzə çıxır. Peşəkarlar tərəfindən dindirilmələr zamanı Rövşəndə müəyyən psixi pozuntular olduğu da sezilir. Valideynlərinin belə hiss eləmədiyi bir daxili qəddarlığı hüquq mühafizə orqanlarının əməkdaşlarının diqqətindən yayınmır. Lakin Rövşən və cinayət arasındakı əlaqələr heç də birbaşa bilinmir. Bu özü də çox qəribə bir hadisə sonrası üzə çıxır. Bu hadisə barədə az sonra sizə məlumat verəcəyik. Bəlli olur ki, bir müddət aralarında yaranmış münaqişəyə görə Rövşən həyat yoldaşından ayrılıb. Bu ayrılıqdan sonra Rövşən əvvəldən də münasibəti olduğu Kamilə ilə daha tez-tez görüşməyə başlayıb. Onunla 10 manat müqabilində vaxtaşırı, yaxın münasibətdə olub. Ancaq yoldaşı ilə rəsmi ayrılıqlarına baxmayaraq, sonradan yenidən barışdıqlarından bir daha Kamilə ilə görüşməyib. O işlədiyi bərbərxanada az məbləğdə pul qazandığı, həyat yoldaşı ilə münasibətlərində çətinlik yaşadığından
pul qazanmaq üçün, pul əldə etmək üçün müxtəlif yollar fikirləşir. Hətta pul tapmaq məqsədi ilə yaşadıkları evi satıb qaynatası ilə birlikdə yaşamaq istəyib. Bu barədə arvadı ilə da razılıqları olub. Ancaq bir ay ərzində münasib qiymətə alan olmadığından ev satılmayıb. Bu zaman onun ağlına mənfur bir fikir gəlib. Hər dəfə pul verdiyi Kamilə ilə getmək, bu dəfə əksinə Kamilənin pulunu almaq. Beləliklə o aprelin 3-ü gecə saatlarında aptekdən əlcək alır və törədəcəyi cinayətin telefon anteni vasitəsilə açılmaması üçün telefonu da evdə qoyaraq Kamilə gilə yollanır. Əvvəlcə görüşüb çay içirlər. Adəti üzrə otağa keçir. Kamilə gələnə qədər cibindəki bıçağı çıxararaq döşəyin altına qoyur. Sonra arxası ona tərəf uzanmış Kamilənin boğazına və bədəninə 30-a yaxın bıçaq zərbəsi vurur. Onu öldürdükdən sonra ayağa qalxaraq evdə qızıl və pul axtarmağa başlayır. Evdən 30 manat pul tapır. Bundan əlavə o qadının boynundakı adi bijuteriya olan ucuz sarı boyunbağını da qızıl hesab eləyərək boğazından qırıb götürür. Daha sonra üzünə kömür sürtür, qaraldır və ardınca evdən çıxaraq qapını arxadan kilitləyir və açarı su arxına atır. Bununla da işi bitmiş saymır. Kamilənin evindən uzaqlaşdığı zaman gecə saatlarında yolda xeyli axsıyır ki, kameralara baxıldıqda hüquq mühafizə orqanları qarayanız və axsayan bir şəxs axtarsınlar. Eyni zamanda onu yolda görən şəxslər də polisə məlumat verdikdə məhz qarabuğdayı axsaq bir adamı nişan versinlər. Beləliklə Rövşən üzərində şübhələr gəlməsin. Az əvvəl qeyd etdiyimiz məqama qayıdaq, hansı ki bu məqam bu cinayətin üstünün açılmasında birbaşa rol oynayıb. Çünki bütün bu tədbirlərdən sonra cinayətin açılması doğrudan da çətinləşə bilərdi. Çünki Rövşən Nəsirovun həyat tərzi, eyni zamanda cinayət törətdikdən sonra iz buraxılmaması şübhələri Rövşənin üstündən uzaqlaşdırırdı. Cinayətin açılmasında onun öz qardaşına etdiyi etiraf əsas rol oynayır. Onun Bakıdan gələn qardaşı heç kəsə deməyəcəyinə söz verdikdən sonra Kamiləni öldürüb öldürməməsini soruşduqda Rövşən qardaşına etiraf edir. Deyir ki, bəli, Kamiləni mən öldürmüşəm, amma heç kəsə demə. Bakıdan gələn qardaşı bir neçə gün sonra eşitdikdə ki, Rövşənlə yanaşı rayondakı digər qardaşı da polisə çağırılıb. Bu zaman dözmür, polis şöbəsinə gedərək qardaşı Rövşənin əməli barədə məlumat verir. Əsl həngamə də elə bundan sonra başlayır. Şahid qismində dindirilmiş Nəsirov Rövşənin qardaşı ifadəsində göstərir ki, Rövşən Nəsirov onun əkiz qardaşıdır. Aprelin 2-sində Rövşənlə Beyləqan şəhərində parkda gəzişdiyi zaman Rövşən söhbət əsnasında ona əvvəllər tanıdığı və münasibətdə olduğu Kamilə Mədətovanı öldürmək istədiyini bildirir. O, Rövşəni bu fikrindən daşındırmaq istəyir, ancaq 4 aprel 2018-ci il tarixdə günorta saatlarında Kamilənin bıçaqlanaraq öldürdüyünü eşidir və bunu eşitdikdən sonra Kamiləni qardaşının öldürdüyünü düşünür. Və davamında onun evinə gələrək Kamiləni öldürüb öldürmədiyini soruşduqda az əvvəl qeyd etdiyimiz kimi Rövşən öldürdüyünü etiraf edir. Qardaşı şöbədə Rövşən Nəsirovun daha bir cinayət haqqında məlumat verir. İndi isə qayıdırıq proqramımızın əvvəldə məlumat verdiyimiz epilepsiya xəstəsi olan itkin düşən Kərim Məmmədova. Rövşənin qardaşının etiraflarında 17 oktyabr 2017-ci ildə itkin düşmüş 19 yaşlı Beyləqan şəhər sakini Məmmədov Kərimin taleyinə aydınlıq gəlir. O, polis əməkdaşlarına Rövşənin Kərim Məmmədovu da öldürdüyünü deyir. Məlum olur ki, Kamilə Mədətovanı öldürməzdən 2 gün əvvəl qardaşı Rövşən ona keçən ilin oktyabr ayında Kərimi öldürdüyünü danışıbmış. Qardaşı ona bu hadisə barədə hüquq mühafizə orqanlarına gedib törətdiyi cinayəti etiraf etməsini tələb etsə də 2 gün sonra Kamilənin də ölümünü eşitdikdə artıq qardaşı buna dözə bilmir. Məhkəmə istintaqı zamanı Rövşənin uşaq yaşlarından epilepsiya xəstəsi və ruhi əsəb problemləri olan Kərimlə əvvəllər pul müqabilində bir neçə dəfə yaxınlıq etdiyini qətiyyətlə rədd edir. O ifadəsində yazır: Kərim bir dəfə mənim evimə gəlib və məndən 10 manat pul alıb. Sonra bir dəfə də ona geyindiyim köynəklərdən birini vermişəm.
Bir müddət Bakıda işlədikdən sonra 2017-ci ilin oktyabr ayında Beylaqana qayıtdım. Arvadımla boşandıqdan sonra tənha qalmağım mənə pis təsir eləmişdi. Acıqlı idim, kimisə öldürmək istəyirdim. Təxminən 2017-ci ilin oktyabrın sonu, noyabrın əvvəllərində saat təxminən 21:30 radələrində Mərkəzi Bazarın yaxınlığında bərbərxananın yanında Kərimi gördüm. Ona 15 manat pul verəcəyimi deyib aldadıb evə apardım. Kərim evdə televizora baxanda bıçaqla onun boyun nahiyəsinə arxadan zərbələr vurmağa başladım. Qışqıraraq onu öldürməməyimi istədi. Çoxsaylı bıçaq zərbələri vurdum, ancaq gözlərimi yumub vurduğumdan bıçağın bədəninin hansı yerlərinə dəydiyini görmürdüm. Sonda gözləri açıq qalmışdı. Hardansa eşitmişdim ki, insan öləndə gözündə son olaraq axırıncı gördüyü adamın şəkli qalır. Ona görə də Kərimin hər iki göz bəbəyini də bıçaqla vurub çıxartdım. Meyidi çarpaydan götürüb yerə uzatdım. Ağ rəngli kapron ipi gətirib ayaqlarını boynuna bağladım. Klyonkaya bükdüm. Qatil bundan sonra qardaşı ilə gedib televizora baxıb. Saat 9-a kimi yatıb, yuxudan durandan sonra meyidi araba ilə həyətindəki yarımçıq tikilidə 1 metr dərinliyində çala qazaraq bastırıb. Rövşən bu hadisədən təxminən 4 ay sonra növbəti cinayəti törətməzdən əvvəl meyidi köhnə yerindən çıxarıb. Araba ilə başqa bir otağa aparıb və yenidən qazdığı ayrı bir çalaya atıb. Üstünü sement qarışıq qumla betonlayıb. Birinci çalada olan polietilen paketdəki paltarların və telefonun üzərinə spirt tökərək yandırıb. 27 noyabr 2018-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəsirov Rövşən Eyvazoğlu cəzasını ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş həbsxanada çəkməklə qəti olaraq ömürlük azadlıqdan məhrum edilir. Bununla da proqramımızda daha bir dəfə dəhşətli bir mənzərənin şahidi oluruq. Cinayətkar törətdiyi qətlin üstü açılmadıqda bundan arxayınlaşır və növbəti qətlə doğru gedir. Hər birinizi cinayətdən və cinayətkardan uzaq qalmağınızı tövsiyə edir və arzu edirik. Salamat qalın.